Sual belədir ki, profilə şəkil qoyanlara nə tövsiyə edərdiniz? İstərsən WhatsApp-da olsun, istərsən Skype-da, istərsən Facebook-da və başqa sosial şəbəkələrdə profilə şəkil qoyanlara qısa şəkildə tövsiyəm olardı ki, ümumiyyətlə İslamın simvolu olan şəkilləri qoymağa həris olmaq lazımdır. Məsələn, məscid kimi, müsəlmanların məscidləri və yaxud da mənzərə, qeyri-sembol, mənzərə kimi, təbiət kimi və yaxud da müəyyən bir təmiz bir səhifə yazılmış hikmətli sözlər kimi, hansı ki, ya hədis, ya ayə, ya bir sələfin sözü, hansı ki, əslində onda bir xatırlama var. Belə şeyləri qoymağa həris olmalıdırlar və bunu bacarmırlarsa ən azından boş qoymalıdırlar. Amma insan şəkli qoymaq və yaxud da insan öz şəklini qoyması və yaxud da başqa birisinin şəklini qoyması, bunların heç biri düzgün deyil və bunların heç biri salih əməllərdən və yaxud da İslamın icazə verdiyi əməllərdən deyil. Və burada xüsusilə onu qeyd eləmək istəyirəm ki, bir çox bacılar və yaxud da bir çox qardaşlar bunu görməməzlikdən gəlirlər və yaxud da bunun hökmünü şəri tərəfindən bilmirlər və yaxud da bilməməzlikdən gəlirlər və yaxud da önəmsəmirlər və yaxud da göz yumurlar. Götürürlər bəzi hicablı bacıların şəkillərini qoyurlar, arxadan çəkilmiş və yaxud da üzünün yan tərəfindən və yaxud da önündən. Çox da ki, niqablı olsun, çox da ki, məsələ hicablı olsun. Heç kəsin haqqı yoxdur ki, izni olmadığı bir qadının, hətta hicablı, niqablı olsa belə şəklini götürsün, öz telefonunda daşısın və yaxud da onu götürsün, profilinə qoysun. Buna haqqı yoxdur heç kəsin. Və yaxud da kimsə hər hansı bir qardaşın ya arxadan şəklinə və yaxud da yandan və yaxud da saqqalının şəklinə və yaxud da sifətinin şəklini götürsün, profilində paylaşsın və yaxud da şəkil olaraq harasa qoysun. Buna heç kəsin haqqı yoxdur. Çünki kimsə razı olarmı ki, onun zövcəsinin niqablı şəklini üstənəsə bir hicabdan, niqabdan gözəl söz yazıb, məsələn, öz telefonunda profilinə qoysun. Kimsə razı olarmı onun anasını, bacısını, qızını götürsün, profildə onun şəklini qoysun. Hətta niqabda olsalar belə. Təbii ki, qeyrəti olan kişi deyəcək ki, xeyr, mən razı deyiləm. Ona görə də mən qardaşlara və bütün bacılara tövsiyə edirəm ki, ümumiyyətlə, profil məsələsində istər niqablı, istər hicablı, istərsən saqqallı olsun, heç bir insanın şəklini əsla qoymasınlar. Əksi təqdirdə bunu edərlərsə haqsızlıq etmiş olurlar və bilsinlər ki, qiyamət günü izinini almadan şəklini qoyduqları adamlar gəlib onlardan qiyamət günü haqqını istəyəcəklər. Və belə şeylərdə görməməzlikdən gəlməsinlər və bu qısa xatırlatmadır bütün qardaşlara və bacılara. Allah Azza və Cəllə bizləri eşidib faydalardan etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.